Nə şəxsiyyətsiz, nə mənəviyyatsız qonşu oldun, hə? Hansı səbəbə görə? Səbəb girsin gözlə, mən pis mi qonşu olmuşam? Hə, xeyrində, şərində sənin yanında olmuşam, toyda, bayramda əlimdən tutmuşam, adicə problemin olub, gedib öz maşınımı qoymuşam, Brand Avtokreditdə pul çıxarıb gəlib vermişəmsə, hələ üstəlik kreditini də şöbəlli eləmişəm. Bilirəm də onu, nə olar ki? Nə olar ki, deyəndə ki, oğlumun toyuna niyə gəlmədin dünən? Ay qonşu, bilmədiyin səbəblər var canım üçün. Nə? 2 gün bundan qabaq nənəm rəhmətə getdi. Nənə? Hə, Harda bastırdın? hələ bastırmamışıq evdədir. Xaricdən adam gözləyirik, gəlib oyuna bir qalmasın. Pis oldum, amma inanmıram. Girin baxıram. Yo, indi girmə də, içəridə qonaqlar var. Mən geyim onlara bir dənə başqa otağa keçirdim, sonra girib baxasın, yaxşı? Gözləyirəm, tez. Keç. Mən gəlmirəm, kövrəlirəm mən. Ağa, Hə. məni qınama o arvad elə bir indi öldü. Nətər yayındır bə? İndi öldü da elə bir. Əgər 100 manata görə, toya gəlməməyə görə o arvada nəsə elədinsə, sən özünü tutturacaq. Hə, canım üçün deyirəm 2 gün bundan qabaq ölüb. Ay 2 gün bundan qabaq ölübsə, nətər bədəni ibslidir. Bilirsən, mənim nənəmin canı suluydu. Başa düşdün, ona görə yəqin olursun. Bir həftəyəcən ola bilsin isti qaldı. Sən nə şərəfsiz adamsan, hə? Ay, yəni mənə bağışla qurban olsun.